Siz kanal izleyicileri salamlayıram hər birinizi. Bu günlərim sizinlə 9-cu sinif ədəbiyyat dərsliyindən Elçinin Talvar əsərini keçirik. Çox maraqlı hekayədir, dinləməyə dəyər. Oxumaqda tənbəllik eləyən şagirdlərimiz diqqətli olun. Qələminiz, dəftəriniz qarşınızda olsun. Qeydlərinizi aparın. Biraz ola bilər ki, əsər sizin üçün qarışıq gələ bilər. O da ondan irəli gəlir ki, ailə böyük bir ailədir və ailə üzvləri çoxdur. Ona görə diqqətli oluruq və qeydlərimizi aparırıq. Başlayırıq. Talvar. Əvvəlcə ağac şaqqıltısı eşidildi və bu ağac şaqqıltısı günortanın cırhacır istisində tamam kimsəsizləşmiş həyətdə çox gözlənilməz səsləndi. Sonra aşağı başdakı Gülağanın gözləri birdən-birə bərəldi və uşaq bilmədi ki, qışqırsın ya nə etsin. Deməli, ağacın şaqqıltısı gəlir. Hansı fəslə təsadüf eləyir? Diqqətli olun. Günortanın cırhacırıdırsa, deməli, yay fəslinə təsadüf eləyir bu. Yay fəslindədir. İsti vaxtında. Kim görür bunu ilk? Gülağa görür. Gülağa həyətdə idi. Uşaq deyir, bilmədi. Düşə bilər ki, tezdə. Uşaq qışqırdı, gördü, qışqırdı, həyəcanlandı. Uşaq bilmədi, qışqırsın ya nə etsin? Heç nə etmir. Sadəcə gözlərini döyüb baxır. Həyətin ortasındakı xartut ağacının yoğun gövdəsi öz-özünə şaqqıldadı. Şaqqıltı ilə iki yerə bölündü və bir müddət tut yayılmış yağışıymış kimi qara tut həyətin asfaltına töküldü. Baxın, tut yağışıymış kimi burada deməli təşbih var. Təşbih var. Tutun ağacdan tökülməsini yağışa bənzədib burada. Deməli, qara tut asfalta töküldü. Tut ağacı nə edib? Şaqqıltı ilə eşidilən o səs neymiş? Tut ağacı iki yerə bölünüb. Gövdədən iki yerə bölünüb. Böyük tut ağacı. Həyətə birinci boylanan Ağa Muxtarın arvadı Ana xanım oldu. Deməli, kim oldu? Ağa Muxtarın arvadı Ana xanım. Yadınızda qalsın. Ana xanım kimin arvadı idi? Ağa Muxtarın arvadı idi. Ana xanımın mətbəxdə oturub nahar üçün küftə yumurlayırdı. Nə bişirirdi? Küftə. Diqqətli olursunuz. Şaqqıltısını eşidib ikinci mərtəbədən ağaca baxdı. Sonra çaşbaş qalmış Gülağanı görüb ətli, yağlı əllərini əski ilə tələm-tələsik silə-silə "Adə, Gülağa" qışqırdı. "Qaç kişiyə xəbər elə. Tut parçalandı. Kişini çağırsın." Amma və Gülağa da işin nə yerdə olduğunu başa düşüb babasının otağına tərəf qaçdı ki, kişini çağırsın. Amma Əlabbas kişini çağırmaq lazım deyilmiş. Çünki Gülağa hələ onun həyət qapısına çatmamış. Deməli, kişi özü elə ağ köynəkdəcə çoxdan bəri gözlədiyi iti addımlarla qapıdan çıxıb xartuta tərəf gəldi. Deməli, Gülağa gedir çağırmağa, amma Gülağa çağırmamış. Kişi deyəndə kimi nəzər tutur? Əlabbas. Əlabbas kim idi? Ana xanımın qaynatası idi. Ana xanımın qaynatası idi, Ağa Muxtarın da atası idi. Gülağa da onların nəvələridir də, yəni Əlabbasın nəvəsidir. Gülağa hələ onun həyət qapısına deyir, çatmamış deyir. Kişi deyir, ağ köynəkdəcə özü çölə çıxdı və xartuta tərəf gəldi. Tez eləyin dedi, tez eləyin. Kişi deməli sevincək halda tez eləyin deyən gəlir. Tez eləyin deyir. Bir də biri də gərək qalmasın yerdə. Hamısını yığın bir-bir. Bircəsi də qalsa günah olar. Hamısını yığın. Yeyilsin gərək hamısı dedi. Tez eləyin. Deyir ki, burada bircəsi də qalsa günah olar. Nəyə deyir? Tutu deyir. Yəni tut yerdə qalmasın. Hamısını yığın. Sevinir, kişi sevinir. Və deyir ki, bircəcəyi də yerdə qalsa günah olar. Əslində bu belə bir şey yoxdur da, tut yerə düşüb yerdə qalsa bu günah olar. Bu belə bir anlam yoxdur. Yəni belə bir şey yoxdur ki, tut yerə düşübsə o yerdə qalarsa günah olar. Sadəcə bunun ruzu bərəkət kimi Əlabbas kişi yozur ki, ruzudur, bərəkətdir. Allah veribdi bunu. Yəni bunun biri yerdə qalsa günah olar. Bu Əlabbas kişinin düşüncələri idi. Gərək deyir, bu tutun hamısı yeyilsin. Tez eləyin. Sonra özü əyilib ağacın dibindən bir dənə tut götürdü. Qoydu ağzına və doğrudan doğruya kişiyə elə gəldi ki, ömründə bu ləzzətində tut yeməyibdi. Və deyir, doğrudan doğruya, yəni həqiqətən deyir, kişiyə elə gəldi ki, ömründə bu ləzzətliliyində tut yeməyibdi deyir. 100 ilin tutudur bu. 100 ilin deməli tut ağacının nə qədər yaşı vardı? Baxın, bunu bizə burada qeyd edir. Sonra deyərik ki, tut biz bilmirik. Deyir ki, 100 ilin tutudur bu. 100 ilin tut ağacının yaşı 100 yaşıymış. 100 yaşında ağac ortadan paralanırdı. Axır ki, 100'ü haqladı bu xartut.
Əlabbas kişinin Əlabbas kişi başını ikinci mərtəbəyə tərəf qaldırıb, böyük gəlini Ana xanıma dedi: "Aş bişir bugün, aş bişir" deyir. Yəni tutun parçalanması şərəfinə bugün deyir aş bişir. Deməli baxın, diqqətli olun. Ağa Muxtar Ana xanımla ər-arvaddılar. Gülağa da ki, yəqin ki, onların oğullarıdır. Əlabbas deməli Ana xanımın qaynatası, Ağa Muxtarın da atasıdır. Əlabbas yaşlı kişidir. Və tut ağacı neçə yaşında parçalanır? 100 yaşında. Çünki görürsünüz Əlabbas kişi deyir ki, 100 yaşı tamam oldu. Axır ki, bu tut deyir 100 yaşını haqladım. Və 100 yaşı tamam oldu. Bu şərəfə Ana xanıma nə bişirməyə deyir, nə bişirməyi tapşırır Əlabbas kişi? Aş bişir deyir bugün, aş. Əlabbas kişi bu dəfə Gülağaya dedi: Gördün ki, elə soruşurdun, düz deyirsən, yoxsa yox. Gördün ki, doğrudan da yaman oldu. Doğrudan da deyir, yaman oldu. Bu xartutun parçalanması. Daha buna bir söz ola bilməzdi. Düz deyirmiş kişi. Xartut 100 yaşına çatanda parçalanırmış və burasını da lap doğru deyirmiş ki, bu tutun 100 yaşı var. Əcəb oldu. Bu tutdan birinci dəfə yeyirmiş kimi Fəthullahın arvadı Məsmə dedi: Yığıb qonşular da pay göndərmək lazımdır. Deməli, burada görürsünüz Əlabbas kişi deyir ki, gördün ki, elə soruşurdun, düz deyirsən, yoxsa yox. Gördün ki, kişi özünü sübut eləmək. Deməli, kişi əvvəllər, Əlabbas kişi əvvəllər deyibmiş ki, xartut 100 yaşına çatanda parçalanır. Deməli, bunu əvvəllər deyibmiş. İndi də üzünü tutur Gülağaya deyir ki, görürsən, deyir, görsən mən düz deyirəmmiş da, özünü sübut eləməyə çalışır ki, görsən mən düz deyirdim də. Sən deyir elə soruşdurdun ki, baba düz deyirsən yoxsa yox. Gördün, deyir, 100 yaşı olanda parçalandım. Və sonra bu xartutun parçalanmasına əcəb oldu deyən də Fəthullahın arvadı Məsmə olur. Fəthullah da deməli bu Əlabbas kişinin ikinci oğlu olur və Məsmə də onun arvadı olur. Deməli, birinci oğlunun adı nədir? Birinci oğlunun adı Ağa Muxtardır. İkinci oğlunun adı Fəthullahdır. Ağa Muxtarın arvadı Ana xanımdır. A, yadınızda qalsın. Ağa Muxtar, Ana xanım, A. Fəthullahın da arvadı Məsmədir. Məsmə deyir ki, yığıb qonşuları da pay göndərmək lazımdır. Bundan deyir, yığıb qonşuları da pay göndərmək lazımdır. Əlabbas kişinin nəvəsi Ağa Səlim üzünü arvadı Zibeydəyə tutub, boşqab gətir, qazan gətir dedi. Tut günüdür bugün. Deməli, nəvəsi Ağa Səlim üzünü arvadı Zibeydəyə tutdu. Deməli, Əlabbas kişinin nəvəsi Ağa Səlim də Əlabbas kişinin nəvəsidir. Və o nəvəsi də evlidir və nəvəsi üzünü öz arvadı Zibeydəyə tutur. Və yadınızda qalsın, diqqətli olun. Əlabbasın deməli Ağa Səlim adında da bir nəvəsi var, Gülağa da onun nəvəsidir, amma Ağa Səlim adında olan nəvəsi evlidir və onun da arvadının adı Zibeydədir. Və Ağa Səlim Zibeydəyə üzünü tutur, deyir ki, boşqab gətir, qazan gətir, tut günüdür bugün. Tut günüdür bugün deyən kimdir? Ağa Səlim, Əlabbas kişinin nəvəsi. Hə. Əlabbas kişi də üstündən təkrar edir ki, hə, biri də qalmasın yerdə gərək, günahdır. Yenə deyirəm, bu günahdır fikri. Əlabbas kişinin fikridir ki, yəni bu tut yerdə qalsa günahdır. Yəni Allah tərəfindən bizə verilən bu ruzunun yerdə qalmaması lazımdır. Bu, yəni sırf Əlabbas kişiyə aid bir düşüncədir. Yəni belə bir özümüzdə, bizim milliyyətdə belə bir fikir yoxdur ki, bu tut yerdə qalar, tutun yerdə qalması günahdır. Bütün məhəllədə bu məşhur tut ağacının 100 yaşı tamam olan həmin isti iyul günü Əlabbas kişinin evdəki bütün oğul uşağı, nəvə nəticəsi gəlinləri həyətə çıxmışdı. Və hamı bu dəm cid cəhdlə həyətə səpələnmiş xartut yığmaqla məşğul idi. Deməli, hansı ayda baş verir? İyul ayında. Həmin isti iyul günü. İsti iyul günündə əsərin əvvəlində də deyilir, günortanın cırhacır istisində.
İyul ayında baş verir bu. Hər kəs, nəvəsi, gəlini, oğlu, uşağı hamısı həyətdə idi. Nəticəsi belə. Əlbəttə günah məsələsini Ələbbas kişi elə belə özündən dedi. Heç kim heç vaxt deməmişdi ki, tut ağacın 100 yaşı tamam olanda və gövdəsi ikiyə bölünəndə yerə tökülmüş tutların hamısını yığmaq lazımdır. Yoxsa ki, günaha batarsan. Görürsünüz, bu yəni Ələbbas kişinin özünə aid bir fikirdir. Belə bir qayda yox idi. Necə ki, tutun 100 yaşı tamam olanda plov bişirmək də adət deyildi. Nə də plov bişirmək kimi bir adətimiz yoxdur ki, tutun 100 yaşı tamam olub plov bişirək. Bu da yenə Ələbbas kişiyə aid bir düşüncə idi. Amma bir halda ki tut ağacı bu dünyada 100 il ömür sürmüşdü və onun 100 yaşının tamam olmasını Ələbbas kişi beləcə gözləmişdi. Deməli bayram idi. Bayram idi bugün və bu 100 yaşlı ağacın bəhrəsini ayaq altında qoymaq günah işdi. Ələbbas kişi tut ağacının altında dayanmışdı və bu vaxt budaqdan onun sinəsinə düz ürəyinin başına bir tut düşdü. Kişinin ağ köynəyində o saat qıpqırmızı bir ləkə əmələ gəldi və bunu görən Ağamuxtarın bütün bədəni birdən-birə ürpəşdi. Ağamuxtar kim idi? Onun böyük oğlu. Hardan bilirik böyük oğlu olduğunu? Çünki baxın əsərdə deyir ki, böyük gəlini ana xanıma üzünü tutdu. Burada görürsünüz, deyir, böyük gəlini ana xanıma üzünü tutdu. Böyük gəlini ana xanım da kimin arvadı idi? Ağamuxtarın arvadı idi. Və ona görə də bilirik ki, Ağamuxtar böyük oğludur və Fəthullah isə onun kiçik oğludur. Deməli, Ələbbas kişinin böyük oğlu Ağamuxtar birdən-birə elə gəldi ki, atasının ürəyinin başına güllə dəydi. Və bu qırmızı ləkə də qan yeridir. Deməli, nəyə əsasən bildi? Bu ağacdan tut düşür onun köynəyinə. Ağ köynəklə çıxıb axı, düzdür? Ağ köynək. Biz yuxarıda gördük ki, Gülağa onun evinin qapısına çatmamış. Görürük ki, ağ köynəkdəcə çoxdan bəri gözləmədiyi, yəni iti addımlarla çıxır, ağ köynəkdə çıxır. Və tut düşür, orada bir qırmızı ləkə əmələ gəlir və Ağamuxtara elə gəlir ki, bir güllə dəyibmiş ora. Və sonra Ağamuxtar daha tamam kəmal ağarmış gür saçlarını əli ilə geri sığallayıb, axır vaxtlar neçənci dəfə fikirləşirdi ki, kişi yaman qocalıb. Ağamuxtar deyir, atasının haqqında fikirləşirdi ki, kişi yaman qocalıbdır. Kişinin qocalmasını düşünürdü. Və Ağamuxtarın uşağı bu birinci dəfə tutun başında gəlmirdi. Onun ağlına birinci dəfə gəlmir. O tut başına yığılanda gəlmir ki, kişi yaman qocalıb. Artıq neçə dəfələrdə Ağamuxtar fikirləşir ki, kişi yaman qocalıbdı. Ağamuxtarın uşaq vaxtları onun yadına düşdü. Lap o vaxtlar ki, hələ divardan tuta-tuta gəzirdi. Sonra o vaxtlar ki, bu ağaca dırmaşıb tut yeyirdi. Ağzı burnu, üstü başı qapqara qaralırdı. Ələbbas kişi özünü saxlaya bilməyib ürəyində dünyanın etibarsızlığı barədə bir-iki söz dedi. Və buna yandı yaxıldı ki, illər adamı nə günə qoyur. Bu haqda da kim fikirləşir? Ələbbas kişi fikirləşir. Ələbbas kişi özünü saxlaya bilməyibdir. Ürəyində dünyanın etibarsızlığı barədə deməli bir-iki söz dedi ki, və buna da yanıb yaxıldı ki, illər adamı nə günə qoyur. O balaca uşaq indi gör qocalıb nə günə qalıb. Sonra şairin sözü Ələbbas kişinin yadına düşdü. Biz gəldi gedərik, sən yaşa dünya. Və o ağappaq bığlarının altından gülümsəyib başını buladı. Dünyanın işlərinə acığı tutmağı da indi ona gülməli göründü. Yenə də ürəyində dedi ki, İskəndərə qalmayan dünya kimə qalacaq? Deməli, baxın, burada Ağamuxtar atasına baxır, kişinin yaman qocaldığını fikirləşir. Bu eyni vaxtda da atası Ələbbas da Ağamuxtara baxır və onun qocaldığını fikirləşir. Deyir, bir vaxtlar uşaq idi, ta ki divardan tutub gəzirdi, tutun başına çıxırdı, ağzı, burnu, üstü, başı qapqara tut olurdu. İndi deyir, gör illər insanı necə dəyişir, Ağamuxtar qocab. Deməli, Ağamuxtar atasına baxır, deyir ki, Ələbbas kişiyə baxır, deyir ki, kişi yaman qocalıb. Kişi də Ağamuxtara baxır, deyir ki, illər necə tez keçdi, artıq Ağamuxtar qocalıbdı. Deməli, və İskəndərə qalmayan dünya kimə qalacaq? Nitqi kimə aiddir? Deməli, Ələbbas kişiyə aiddir.
Amma bunu səsli şəkildə demir də, ürəyində deyir. Öz ürəyindən keçirdir ki, İskəndərə qalmayan dünya kimə qalacaq? Və kişinin yadına bir deyim də düşür ki, biz gəldi gedərik, sən yaşa dünya. Bu deyim də kişinin yadına düşür ki, yəni biz gəldi gedərik. Ələbbas kişinin kiçik oğlu Fəthullah nəvəsi Gülağaya dedi: "Qaç get, evdən qab gətir." Deməli, kiçik oğlu Fəthullah, görürsüz burada da deyir kiçik oğlu Fəthullah, nəvəsi Gülağaya dedi. Deməli, Gülağa Fəthullahın nəvəsidir. Gülağa Əlabbasın nəvəsi deyilmiş. Gülağa Əlabbasın nəticəsidir. Yadınızda qalsın. Gülağa Əlabbas kişinin nəticəsidir. Fəthullahın da nəvəsidir, oğlunun nəvəsidir və Ələbbas kişinin də nəticəsidir. Qaç get evdən qab gətir. Boş qablar, qazanlar barmaq boyda xartutla doldu. Məhəllənin uşaqları tutun 100 yaşa çatıb parçalanması xəbərini eşidib Ələbbas kişigilin həyətinə dalaşdılar. Hərə 5-10 tut qoydu ağzına. Böyük də, kiçik də hamı belə bir yekdil fikrə gəldi ki, tutun ləzzəti başqa şeydir və heç kim ömründə bu ləzzətdə tut yeməyib. Yekdil deyərsiniz nədir? Yekdil bir fikrə gəldi. Yəni son bir qərara gəldilər ki, tutun ləzzəti başqa şeydir. Heç kəs ömründə belə ləzzətli tut yeməmişdi. Yəni ki, tut ağacı hər il gətirdiyi tutlardan daha ləzzətlidir. Çünki 100 yaşını tamamlayıb bu illərin daha dadlı tut gətirib belə bir qərara gəlirlər. Qonşularının hərəsinə bir nimçə tut pay verdim. Elə bil Ələbbas kişigilə nişan gəlmişdi. Şirini paylayırdılar. Nişan gəlmişdi, elə bil ki, şirini paylayırdılar. Deməli, hər kəsə neynirlər? Tutdan verirlər. Bir nimçə tut verirlər. Elə bil ki, deyir, nişan gəlmişdi, hər kəsə deyir, tut paylayırdılar, şirini paylayırdılar. Baxın, bu Ələbbas kişidir. Bu yəqin ki, deməli, onun oğlanlarıdır, gəlinləridir, nəticəsidir, nəvəsidir, yəni bunlardır bu şəkildə. İndi baxaq görək nə var burada. Ələbbas kişi, amma budur, dəqiq şəkildə. Əlbəttə, Molla Fər deməli, bir sözlə həmin şənbə günü, hansı günə deməli təsadüf eləyib tut? Şənbə gününə. Həmin şənbə günü məhəllənin uşağından tutmuş böyüyünəcən hamı Ələbbas kişinin həyətindəki xartutun parçalanmasından xəbər tutdu. Və Molla Fərzəli də əsasını döyəcləyə girdi, durdu Ələbbas kişigilin küçə qapısının ağzında. Kimdən gedir söhbət? Molla Fərzəli. Bu da yəqin ki, Molla Fərzəlidir. Molla Fərzəli də qonşuymuş və əsa da əlində tutduğu ağacdır. Baxın, burada görsənir, əlində tutduğu ağacdır ki, o ağacı döyəcləyə gəldi, durdu Ələbbas kişigilin küçə qapısında, ağzında. Əlbəttə, Molla Fərzəli də həmişəki kimi bir qazan tutunu alıb getdi. Deməli, həmişəki kimi bir qazan tutunu alıb getdi. Deməli, hər dəfə bu tutdan Molla Fərzəli aparırmış. Yəni, həmişəki kimi bir qazan tutunu. Yəni, birinci dəfə deyilmiş. Hər dəfə deməli, o tutdan öz payını Molla Fərzəli alırmış. Həmən axşam ana xanım yaxşıca bir plov pişirdi və arvad neçə stəkan düyü dəmləmişdisə, bütün həyətə çatdı. Ələbbas kişinin bir böyük həyət oğul uşağına, nəvə nəticəsinə. Yadınızda qalsın, dönə-dönə deyirəm ki, ana xanım bilin, onun böyük gəlinidir, Ağa Muxtarın arvadıdır. Məhəllədə ən çox toy bu həyətdə olmuşdu. Deməli, plov dəmlənirmi? Bəli. Plovu dəmləyir. Kim dəmləyir? Ana xanım. Ana xanım, yəni, əvvəlcə tut parçalanmamışdan əvvəl əlində nə pişirirdi? Küftə pişirirdi. Yadınızda qalsın. Məhəllədə ən çox toy bu həyətdə olmuşdu. Aydın məsələ idi ki, bu həyət həmişə beləcə çox adamlı, beləcə gür olmamışdı. Ələbbas kişinin atası Usta Həzrət Qulu buranı alanda bu həyətdə 2 otaqlı, bir mərtəbəli kiçik bir bina vardı. Deməli, ən çox bu məhəllədə ən çox toy olub bu həyətdə. Ələbbas kişinin həyətində. Təbii ki, əvvəldən belə çox insan deyir, olmayıb. Ələbbas kişinin atası kim olubdu? Həzrət Qulu. Həzrət Qulu. Kim olubdu? Həzrət Qulu. Deməli, bu həyəti alanda deyir, burada deyir, 2 otaqlı, bir mərtəbəli kiçik bir bina vardı.
2 otağı var idi. Bir mərtəbəli kiçik bir bina vardı. Bu həmin uzaq vaxtlardı ki, onda həyətdəki xartut hələ cavan bir ağac idi. O vaxt ki, alanda deməli bu xartutu sonradan əkməyiblər. Bu xartut əvvəldən həyətdə olubdu, onda cavan bir ağac olubdu. Ələbbas kişi də balaca uşaq idi. Bu tutun gövdəsi indiki budaqlarından nazik idi. Və deməli Ələbbas kişi də bu həyətə alanda cavan bir uşaq olubdu və xartutunda cavan bir ağac idi xartutda. Ələbbas kişi də balaca bir uşaq idi və bu tutun gövdəsi indiki budaqlarından nazik idi. Ələbbas kişi evlənəndən sonra özünə 2 otaqda tikdi və indi həmin 2 otaqda Ələbbas kişinin nəvəsi Ağasəlim ailəsi ilə yaşayırdı. Bayaq dedikdə Ağasəlim onun nəvəsidir. Baxaq, burada Ağasəlim onun nəvəsidir və Gülağa da Ağasəlimin oğludur. Gülağa da Ağasəlimin oğludur. Sonra deməli 2 otaq var idi. 2 otaqlı, bir mərtəbəli bir bina almışdı. Ələbbas kişi evlənəndən sonra özü də deməli 2 otaq tikdi və həmin 2 otaqda indi Ələbbas kişinin nəvəsi Ağasəlim ailəsi ilə yaşayırdı. Sonra uşaqlar böyüdü, həyat kiçildi. 4 otaq oldu, 6 otaq. Uşaqlar böyüdükcə, deməli Ələbbas kişi ailə qurdu. 2 otaqda özü tikdi. Ondan sonra 2 otaq oldu, 4 otaq. 4 otaq oldu, 6 otaq. 6 otaq oldu, 8 otaq və bir mərtəbəli bina 2 mərtəbəli bir evə çevrildi. Oğullar evləndi, nəvələr evləndi. Həmin tut ağacı parçalanan həyətdə hamıya bir parça yer tapıldı. Yəni Ələbbas kişinin deməli ailəsi hamısı bir həyətdə yaşayırlar. Heç biri heç ara getməyiblər. Böyük bir ailədir. Evləndikcə 2 otaq artırıblar, tikiblər. Və 2 otaqlı ev alıblar. Alanda 2 otaqlı bir mərtəbəli ev olubdu. Sonra olub 8 otaqlı və deməli 2 mərtəbəli ev. Ələbbas kişi isə Ələbbas kişi ilə Tubu xanımın 2 oğlu, 4 qızı vardı. Deməli Ələbbas kişinin arvadının adı verilib Tubu xanım. Tubu xanımın 2 oğlu, 4 qızı vardı. 4 qızı, 2 dənə də oğlu vardı. Doğrudan da qəribədir. Dünyanın işləri, Ağa Muxtar da, Fəthullah da müharibədən sağ-salamat qayıtdılar. Başları çox qəza və qədər, çox məşəqqət çəksə də, İndi şükür salamatdır ikisi də çoxdan babaydı. Deməli 2 dənə oğlu var da dedik. 2 oğlu. Biri kim idi? Ağa Muxtar idi, biri də Fəthullah idi. Düzdürmü? Ağa Muxtar, biri də Fəthullah. Hər ikisi müharibədə olublar. Bax, oxşar cəhəti qardaşlarım. Hər ikisi müharibədə olublar. Hər ikisi də babadılar. Və müharibədən qayıdıblar. Hər ikisi də babadır. Yəni artıq hər ikisinin nəvəsi var. Oğul, uşaq, nəvələri var. Hər ikisi də babadır. Kişi başa düşdü ki, bu gecə səhərə kimi gözünə yuxu getməyəcək. Çoxdan lap qədimlərdə olub keçənlər yadına düşəcək və özü də təəccüb edəcək ki, 5 yaşında, 6 yaşında olduğu vaxtların əhvalatları necə yadında qalıb. Amma 2 gün bundan əvvəlin söhbəti yadından çıxıb gedir. O 5-6 yaşı tamam olanda dağlar balası idi. Meşələr yadına gəlirdi, sıldırım qayalar yadına gəlirdi, başı qarlı uca dağlar yadına gəlirdi. Köpüklənə axan dağ çayında kəndin uşaqları ilə bərabər çimməyi, palansız eşşəyə dırmaşıb çapmağı yadına düşdü. Palan nədir? Bu eşşəyin, atın oturmaq üçün üstünə belə bir nəsə də oturmaq üçün xalça kimi balaca bir şey atırlar, oturacaq. O palandır. Deməli, palansız eşeğe dırmaşıb çapmağı yadına gəlirdi və bir də çəpiş yadına gəlirdi. Bu çəpiş onun çəpişi idi. Hara getsəydi, dalına düşürdü, əlindən yarpaq yeyirdi. Deməli,
Ələbbas kişinin yadına nə düşür? Ələbbas kişi fikirləşdi ki, bu gecə yata bilməyəcək, bütün uşaqlığı onun yadına düşəcək, onun o eşeğə minməyi, onun bir uşaq vaxtı çəpişi olubdu, çəpiş saxlamağı, dağlar, sıldırım qayalar, hamısını fikirləşirdi, bilirdi ki, bu gecə onlar hamısı onun yadına düşəcək. Ələbbas kişinin atası kənddən köçüb Bakıda Sabunçu neft mədənində fəhlə işləyirdi. Sonralar buruq ustası oldu. Ələbbas kişinin uşaqlığı çox hissəsi yeni yetməli və o yerlərdə yetməliyi o yerlərdə keçmişdi. Amma o neftçi olmamışdı, dülgər olmuşdu. Deməli, Ələbbas kişinin atası köçür Bakıda Sabunçuya, neft məhəlləsinə və neft mədənləri olan yerdə də işləyirdi. Sabunçuya gəlir, kənddən köçüb Bakıda Sabunçu neft mədənlərində fəhlə işləyirdi. Bakıya köçür, amma işlədiyi yer haraydı? Sabunçu neft mədənləri idi ki, orada fəhlə işləyirdi. Və buruq ustası idi. Kim idi atası? Buruq ustası idi. Neft buruqlarında usta idi. Və baxmayaraq ki, o atasının yəni işini çox görüb, yeni yetməliyi o yerlərdə keçmişdi. Amma o atası kimi neftçi olmamışdı, dülgər olmuşdu. Dülgər nədir? Taxtaları yonur və nələrsə düzəldir. Qapı, stol, ustul bu taxtalarla işləyir. Dülgər olmuşdu. Yəni ki, atasının yanında o neft mədənində onları izləsə də, müşahidə etsə də, amma o atası kimi neftçi olmamışdı. O olmuşdu, deməli, dülgər. Neftçi hansı əsərimizdə var? Neftçi olur. Bundan əvvəl biz keçdik. Qəzənfər. Ötən ilin son gecəsində. Qəzənfər də neftçi idi orada. Ötən ilin son gecəsində yadınızda qalsın. Əgər əsərlərdə müqayisə düşmüş olsa ki, hansı əsərdə neftçi obrazı var, orada Qəzənfər də neftçi idi və burada da Ələbbas kişinin atası neftçi idi. Görürsünüz, hər ikisi yəni həm neftçi idilər, həm əsərdə adları çəkilir, amma özləri yoxdur. Yəni hər ikisi dünyasını dəyişmiş adamlardır əsərdə. Daha sonra 2 gün bundan əvvəl Ələbbas kişi baltasını, mişarını, rəndəsini, çəkicini götürüb həyətindəki küçük qapısı ağzında balaca bir skamya düzəltməyə başladı. Mismarlar əyri getdi, çəkici barmağını vurdu, axırda da balta ilə əlini zədələdi. Ağamuxtar dedi, əl çək bu işdən də, nəyinə lazımdır? Geri skamya düzəldəsən. Küçük qapıları üzbəüz bir-birinə baxan Alxas bəy dedi. Kim dedi? Alxas bəy. Küçə qapı üz qonşuları belə götürəydi. Qapı üz qonşusu olan Alxas bəy dedi. Kişi, ged otur, uzan, yat, istirahətini elə də. Bunu da kim deyir? Alxas bəy deyir ki, ged özü üçün istirahətini elə. Benzin kalonkasında satıcı işləyən Meyranqulunun oğlu Əliqulu şeir yazan və məhəllənin tarixində qəzetdə, jurnalda imzası olan ilk adam heyran dedi. Necə də əməksevər qocadır. Əsl şeir qəhrəmanı, sənət qəhrəmanıdır. Bu rəşadət, poetik təfəkkürün yox, həyatın bəhrəsidir. Deməli, Əliqulu qəzet adamıdır, jurnalda imzası olan adamdır. Yazılar yazır qəzetdə və onun atası kim olub? Atası benzin kalonkasında satıcı işləyibdir. Atası benzin kalonkasında satıcı olub, Mehranqulu. Mehranqulunun oğlu da kim olub? Əliqulu. Əliqulu baxmayaraq ki, atası benzin kalonkasında işləyibdi, satıcı olubdu. Amma Əliqulu özü qəzetdə, jurnalda imzası olan adam idi. Və deyir, heyran baxır və deyir, əməksevər. O deyir, get yat, bu deyir, əşi get istirahətini elə. Amma deməli, Əliqulu isə deyir ki, necə əməksevər qocadır, yəni rəşadətlə poetik təfəkkürünü yox, həyatın bəhrəsidir. Əliqulunun danışıqlarını məhəllədə çox adam əməlli başlı başa düşmürdü və bu dəfə də bu sözlərə fikir verən olmadı. Yəni, o qəzet dili ilə danışırdı, onun fikirlərinə o qədər önəm verən olmurdu və bu dəfə də deyir, onun sözlərini ümumiyyətlə başa düşmədilər və fikir verən olmadı. Ələbbas kişi sağ əlində tutduğu tiyəsi
qanlı baltaya baxdı və balaca xanımın bir göz qırpımında küçəyə yığdığı adamların arasında həyətə girdi. Ağzını açıb bircə kəlmə də söz demədi. Məsələ onda deyildi ki, kişini qeyrət boğurdu. Bu öz yerində. Məsələ bunda idi ki, belə bir naxələflik adamı yandırıb yaxırdı. Deməli, neynəmişdi? Çəkic əyri gedir və əlini zədələyir və qanayır əli. Və naxələflik də nəyə deyir bu? Deyir, qeyrət boğurdu və belə bir naxələflik adamı yandırıb yaxırdı. Naxələflik deyəndə görək burada nəyi nəzərdə tutur? Diqqətli olursunuz. Usta onsuz da bilirdi ki, bu iskamiya onun dülgərlik aləmində axırıncı sözüdür. Yəni, bu iskamiyanı düzəltməklə dülgərlik aləmində ən axırıncı bir işini görürdü. Axırıncı işini görürdü. Bundan sonra nəsə düzəltmək fikri yox idi ona görə. Ələbbas kişi hələlik belə fikirləşirdi və biz görəcəyik ki, belə fikirləşmək tez imiş. Deməli, Ələbbas kişi özü belə fikirləşirdi. Amma deyir, bir müddət keçsin, biz görəcəyik ki, hələ bu tez imiş. Və indi usta burasını da özü üçün lap yəqin etdi ki, bu balta ki, 60-70 ildən sonra onun əlini kəsir, çəkic də barmağını əzir, daha lap doğrudan doğruya qurtardı mismar vurmaq, taxta rəndələmək. Deyir, fikirləşir ki, naxələflik nəyi bilir? Onun çəkici, baltası əgər ona naxələflik eləyib, onun 70-60 ildən sonra onun əlini kəsir, onun əlini əzirsə çəkic, deməli, bu naxələflikdir, alətlərinin ona etdiyi naxələflikdir. Naxələflik onu nəzərdə tutur, alətləri ona naxələflik edir. 70-60 il onu ilə bir yerdə olan o alətlər onun əlini əzir. Və ona görə də fikirləşir ki, doğrudan da doğruya mən artıq mismar vurmağı, taxta rəndələməyi bitirməliyəm. Xartutun 100 yaşı tamam olan həmin günün səhəri Ələbbas kişi yeridən qalxıb adəti üzrə həyət kranında səliqə səhmana yuyundu. Böyük gəlini ana xanımın sübh tezdən dəmlədiyi çaydan içib çörəyini yedi və qıfılını açarını götürüb vaxtilə həyatda taxtadan düzəltdiyi divarlarını suvaqlayıb ağardıb üstünə qırmızı kiremit düzdüyü alət xanasına qapısını açdı. Deməli, yenə həmən günün səhəri, xartut parçalanan günün səhəri durdu. Kim düzəltmişdi yemək süfrəsini? Ana xanım səhər süfrəsini. Çayından, çörəyindən yedi və getdi o alətlər olan yerin qapısını açmağa. Yerin qapısını açmağa getdi. Xartutun 100 yaşı tamam olduğu həmin yay gecəsi Ələbbas kişi bu qərara gəldi ki, alətlərin ən yaxşısını seçib aparıb satsın. Burada əlbəttə əsas məsələ pul məsələsi deyildi. Əvvəla Ələbbas kişigilin dolanacağı yaxşı idi. İkinci, bütün alətlərin qiyməti bir o qədər də pul eləmirdi. Əsas məsələ burasındaydı ki, bu alətlər yaxşı bir ustaya qismət olmalı idi ki, bu alətlər iş görməli idi, qalıb paslanmamalı idi. Deməli, onların dolanışacağı pis deyil, yaxşı dolanırlar. Pul məsələsi burada əsas deyil. Sadəcə olaraq Ələbbas kişi istəyir ki, o alətlər qalıb paslanmasın, onu işlədə bilən yaxşı ustaya qismət olsun. Ona görə satmaq istəyir. Ələbbas kişi alətləri bir-bir məhəllənin adamlarına bağışlaya da bilərdi. Amma belə bir səxavətin mənası yox idi. Çünki belə bir səxavət bu alətlərə rəva deyildi. Çünki bu alətlər həmişə bəhrə vermişdi. Gözəl-gözəl qapılar, pəncərələr, taxtalar, sandıqlar düzəltmişdi. Deyir, o istəsəydi onu verə bilərdi də. Amma verməyi özünə bir səxavət bilmir. Fikirləşir ki, kiməsə versə, yəni ondan istifadə etməyəcək, atacaq, bir küncdə qalacaq, paslanacaq. Yəni, bu alətlər iş görür də, bu alətlər nələrsə düzəldib də. Ona görə də bunu gərək bu alətlərin qədrini bilə bilən bir insana versin. Qədrini bilə bilməyən insana verməyin əhəmiyyəti yoxdur. Kişinin yeni alətxanasını açıb çəkic, mismar götürməyini pəncərədən birinci Məsmə gördü. Və elə başa düşdü ki, qaynatası küçük qapısı ağzındakı yarımçıq qalmış skamyanı təzədən düzəltmək istəyir. Tez Fətullahı səslədi. Məsmə kim idi? Məsmə ikinci oğlu Fətullahın arvadı idi. Fətullah Şöbənddə, deməli, ana xanım
Ağa Muxtarın arvadıdır. Məsmə də Fəthullahın arvadıdır. Fəthullah balaca oğuldur, Ağa Muxtar böyük oğuldur. Hər ikisi müharibədə olubdur, hər ikisi babadır. Oğulları, uşaqları, nəvələri var. Yadınızda qalsın. Fəthullah Şüşəbənddə oturub çay içə-içə televizorun gündüz verilişinə baxırdı. Axşamlar bütün həyətin, qız gəlinini, arvadları yığışıb Fətullahgilin Şüşəbəndində televizora baxmağa və kişilərin də küçəyə çıxıb deməli səkidə nərd oynamaqından və nərd oynayanlarla tamaşa etməkdən başqa çarələri qalmırdı. Deməli maraqlı idi da. Yəni Fətullahgil kişilər çıxırdı küçədə nərd oynayırdılar, bir yerə yığışırdılar. Qadınlar da yığışırdı Fətullahgilin Şüşə bəndində otururdular və orada deməli televizora baxırdılar. Fəthullah həyətə çıxdı. Sonra Ağa Muxtar həyətə girdi. Əlabbas kişinin gəlinləri pəncərədən boylandılar və hamı bu təzə xəbərdən tamam dilxor oldu. Ağa Muxtar dedi: "A kişi, axı dost var, düşmən var, başlayacaqsan çəkic satmağa. Deməli oturub çay içə-içə televizorun deməli xəbərdən dilxor oldular. Hansı xəbərdən? Deyir ki, dost var, düşmən var, başlayacaqsan çəkic satmağa." Ağa Muxtar da bu sözləri dedi. Amma atasını da yaxşı tanıyırdı və bilirdi ki, kişinin beyninə bir şey giribsə, onu deməli oradan dartıb çıxarmaq çətin idi. Yəni başlayacaqsan əməlli başlı çəkic, mismar satmağa, mişar satmağa. Bunu da Fəthullah dedi. Deməli Ağa Muxtar da deyir atasına və Ağa Muxtar da deyir və Fəthullah da deyir atasına. Hər ikisi deyir. Amma Ağa Muxtar bilirdi ki, atasına söz deməyin heç bir mənası yoxdur. Onsuz da istədiyini eləyəcək. Gedin öz işinizlə, gücünüzlə məşğul olun. Mənim başıma ağıl qoymayın. Bunu da kim deyir? Əlabbas kişi deyir ki, gedin öz işinizlə məşğul olun deyir. Amma Əlabbas kişi burasını demədi ki, nə satmaq bazılıqdır. Bir yaxşı usta çıxsa qarşısına bu alətləri sərraf gözü ilə baxa bilir. Qolunda gücü var, ayağında da taqət. Pulsuz, zatsız halal edər ona bu çəkici də, mişarı da, rəndəni də, başqa nəyi varsa hamısını. Yəni dayı onu demədi ki, nə satmaqdan, mən satmaq üçün eləmirəm bunu, buna nə pul lazım deyil. Mənə bu alətlərin qədrini bilən insan lazımdır. Əlabbas kişigilin məhəlləsindən 7-8 tin aşağıda təzə bağça salınmışdı. Və birinci gün usta hələlik 4 alət seçib bu bağçaya gələndə skamyaların birində əyləşib alətləri də yanına düzəndə təsbihini çevirə-çevirə fikirləşdi ki, istirahət doğrudan da qiyamət şeydir. Adamlara baxdı, uşaqlara baxdı və əvvəlcə narahat oldu ki, uşaqlar indi ora-bura yüyürən, bir-biri ilə oynayan uşaqlar indi yığılacaq, başına başlayacaqlar mişara, rəndəyə baxmağa. Amma biraz keçdi, yanından ora-bura yüyürən, bir-biri ilə oynayan uşaqların heç biri ona tərəf məhəl qoymadı. Heç ayaq saxlayıb bu alətlərə baxmadı da. Və Əlabbas kişi fikirləşdi ki, doğrudan da dünya yaman dəyişib. Uşaqların hərəsinin əlində avtomat, tapanca, rəngarəng balaca bedrə, bel, 100 cürə oyuncaq var. Kimdir bu mişara, çəkicə fikir verən? Kişi bunu fikirləşdi və ürəyi ağrıdı. Bu çəkic mişara yazığı gəldi. Onların bu kimsəsizliyi, sahibinin gücsüzlüyü, acizliyi onu yandırıb yaxdı. Deməli, fikirləşir ki, biraz aşağıda, məhəllələrindən biraz aşağıda bir dənə bağça salınırdı. Yəni parkda, bir park salınırdı. Əlabbas kişi gedir həmən bu bağçaya ki, alətlərini satsın. Birinci gün deyir 4 alət seçdi, apardı bunları satmağa. Amma deyir fikirləşdi ki, uşaqlar indi imkan verməyəcək, yığılacaqlar onun başına, biri onu, biri bunu dartacaq, əli ilə götürəcək, qoyacaq, göstərəcək və mane olacaqlar da. Amma gördü Əlabbas kişi ki, heç biri məhəl vermir. Yəni uşaqların hərəsinin əlində rəngarəng balaca vedrə var, 100 cür oyuncaq var, avtomat var, hərəsinin əlində bir şey var. Heç bu kişiyə baxan olmadı. Yəni o gəlib uşaqlar heç buna baxmadılar da. Nəinki mane olmaq. Və kişi belə də fikirləşir ki, həqiqətən dünya yaman dəyişibdi. Kişi bunu fikirləşdi və ürəyi ağrıdı və çəkic mişara yazığı gəldi. Onların da bu kimsəsizliyi, sahibinin gücsüzlüyü, acizliyi onu yandırıb yaxdı ki, hayf bu mişardan, hayf bu rəndədən, hayf bu çəkicdən ki, bunları işlədən
sahibi indi, yəni qədrin bilən sahiblər indi az olacaq da, yəni belə. Birinci gün Ələbbas kişinin rəndəmişlərinin müştəri gəlmədi. İkinci gün usta yenə gəlib bağçada skamyaların birində əyləşdi. Yenə də alətləri yanına düzdü. Yenə adamlara, uşaqlara baxdı. Yenə də birdən-birə öz uşaqlığını gördü. Dağların ətəyini doydu. Dağların döşündəki gül çiçəyin rəngi gözlərinin qabağına gəldi. O dağların çəmənli, çiskinli üçün darıxdı. Fikirləşdi ki, bir də heç vaxt o dağlarda olmayacaq. Bir də heç vaxt o dağ çayı boyunca addımlamayacaq. O saf havadan sinə dolusu nəfəs almayacaq. Usta fikirləşdi ki, nə tez gəlib keçdi bu illər və belə bir fikri gözləyirmiş kimi gözlərinin qabağından saysız hesabsız adamlar gəlib ötdü. Çoxunun heç adını da bilmirdi. Harda gördüyünü yadına salmırdı. Amma sifətlər bir-bir gəlib keçirdi. Uzun-uzadı illər boyu gördüyü, rastlaşdığı və bəlkə də heç birinin indi yer üzündə olmadığı adamların sifəti. İkinci gün o Ələbbas kişinin çəkic mişarının müştəri tapılmadı. Deməli bir gün gəlir, oturur, heç soruşan da olmur, çıxır gedir. İkinci gündə o şəkildə gəlir, oturur, heç soruşan da olmur. Amma ikinci günü gözünün qabağından öz uşaqlığını keçirdir. Gözünün qabağından gəlir o günlər keçir və fikirləşir ki, necə də deyir, məsələn, elə insanlar gəlir yadına düşür ki, onların sifətləri yadında qalıb da, heç onlar bəlkə də indi dünyada yoxdular deyir. Heç hardan xatırladığını da bilmir və özünü də məcbur eləmir heç onları xatırlamağa. Sadəcə uşaqlıq illərini xatırlayır. Üçüncü gün hava bir balaca tutuldu. Deməli, üçüncü günü hava bir balaca tutuldu. Xəzri əsməyə başladı. Xəzri nədir? Külək. Əsməyə başladı. Ələbbas kişi bir müddət həyətdə vurnuxub tez-tez göyə baxdı və oğul uşaq da bir ümidi yarandı ki, bəlkə kişi daşı tökdü ətəyindən. Elə bil usta özü də ürəyində yağış yağmasını istəyirdi. Amma yavaş-yavaş göy açıldı və Ələbbas kişi də torbasını qoltuğuna vurub bağçaya getdi. Skamyalardan birində oturub alətləri yanına düzdü. Deməli, bir ümid yaranırdı deyir uşaqlarda. Nəyə görə öz uşaqlarında bir ümid yaranırdı ki, bəlkə yağış yağa. Niyə görə o yağışın yağmağını istəyirdilər? Fikirləşirdilər ki, yağış yağa, Ələbbas kişi getməsin. Ona görə istəyirdilər ki, yəni utanırlar da. Deyir, yəni sənin nəyin əski idi ki, sən gedib baxan, tanıyan nə deyəcək ki, aparıb köhnə alətləri qoyub satır. Sənin yəni imkanları var da, dolanışıqları pis deyil. Yəni sənin ona ehtiyacın yoxdur. Ona görə də fikirləşir ki, nəyə lazımdır? Bir ümid yaranır onlarda ki, bəlkə yağış yağa bugün getməyəm. Biraz keçdi, göyün üzü yerə tutuldu. Bağçadakıların çoxu, uşaqlı analar, qoca arvadlar yavaş-yavaş durub getdilər və bu zaman 25-26 yaşlarında bir oğlan Ələbbas kişiyə yaxınlaşıb alətlərə baxdı, salamsız-kəlamsız soruşdu. Neçəyədir kişi bu zubul? Deməli, hava açılır, düzdür? Hava açılır, kişi çıxır gedir üçüncü günü təzədən alətlərini yığır skamiyaya satmağa və bu zaman 25-26 yaşlı bir gənc yaxın, yenə hava tutulur, uşaqlar gedir, valideynlər yığışır gedirlər, analar, atalar öz uşaqlarını götürüb yavaş-yavaş seyrəlir də, park seyrəlir, artıq boşalır və 20-25 yaşlarında bir gənc oğlan, baxın 20-25 yaşlarında bir gənc oğlan Ələbbas kişiyə yaxınlaşır və zubulu soruşur. Nəyə soruşur? Zubulu soruşur. Zubul belə balaca bir alətdir. Başından çəkiclə vururlar, nəsə daşı zadı yonmağa, dağıtmağa bu şəkildə. Ələbbas kişi istər-istəməz ilk növbədə bu oğlanın əllərinə baxdı və oğlan da həmin baxışların mənasını başa düşdü. Onun belə inamsızlıqdan xoşu gəlmədi. Onu deməli oğlanın belə inamsızlıqdan xoşu gəlmədi. Nədir kişi, əlimə baxırsan, görəsən ustayam ya yox? Ustayam, özü də lap yaxşısından, lap kefin istəyəndən. Əlimdə də bax görürsən, bir dənə döyənək də yoxdur. Əlcəklə işləyirəm də, elektriklə işləyirəm. Sənin bu zubulun da heç kimə lazım deyil indi. Dükanlar doludur elektrik direli ilə. 13 manat 50 qəpiyə biri. Deməli, deyir ki, 13 manat 50 qəpiyə dükanlar direllə doludur. Oğlanın nə xoşuna gəlmir? Oğlanın xoşuna gəlməyən olur ki, deməli, Ələbbas kişi onun əllərinə baxır. Bu da onun xoşuna gəlmir. Ələbbas kişi bu şəstli oğlana, get bala, get dedi.
Get al elektrik deyir elə. Səni qısnayan var ki, gəl bu zubulu al. Oğlan bir söz demədi. Əlini o tərəf, bu tərəfə yellədi və çıxıb getdi. Deməli, burada oğlanın adı da verilmir, oğlanın kimliyi. Yəni, oğlanın kimliyi deyəndə oğlan bilirik ki, usta olur da, deyir, ustayam, lap yaxşısınayım. Sadəcə mənim əlimdə niyə görə döyənək yoxdur? Ona görə ki, mən əlcəklə işləyirəm, deyir. Və şəstlə, deyir, bu kişi, Ələbbas kişi deyir, bu şəstli oğlana, yəni cəsarətlə danışan, belə loğa kimi danışan oğlana deyir, səni qınayan var ki, deyir, get zubulu al. Oğlan bir söz demədi, əlini o tərəfə, bu tərəfə yellədi və çıxıb getdi. Bu oğlan bəlkə də usta idi, bəlkə doğrudan da kefin istəyən usta idi, amma onun ürəyi usta deyildi. Deyir, ola bilər, deyir, bu oğlan deyir, usta idi, kefin istəyən bir usta idi, amma onun ürəyi usta deyildi, deyir, usta ürəyi deyildi. Üçüncü gün həmin oğlan Ələbbas kişinin çəkic mişarı ilə maraqlanan yeganə adam oldu. Yeganə adam oldu ki, yəni çəkic mişarla o maraqlandı. Dördüncü gün Ələbbas kişi həyətə çıxıb, alətxananı açdı, torbasını götürdü və hərəsini öz pəncərəsindən həyətə baxan ana xanımla Məsmə bu dəfə mənalı bir-birinə baxdılar. Yəni ki, ağbirçək vaxtımızda görəcək günümüz varmış. Ana xanım da, Məsmə də kimdir? Hər ikisi deməli gəlinidir. Ana xanım Ağa Muxtarındır. Dönə-dönə deyirəm ki, yadınızda qalsın. Ağa Muxtarın arvadıdır. Açar söz kimi yadınızda saxlayın. Məsmə də Fəthullahın arvadıdır. Yəni, bunlar hərəsi öz pəncərəsindən, hərəsinin öz evi vardı, öz pəncərəsindən baxır ki, yəni bu ağbirçək yaşımızda artıq nənədirlər axı, bunların ərləri babadır, özləri də nənədir də, artıq ağbirçəkdirlər. Ağbirçək yaşımızda görəcəkli günümüz varmış da, yəni kişi aparıb alət satır. Ələbbas kişi həyət qapısından çıxıb təzə bağçaya getmək əvəzinə torbanı qapının ağzındakı yarımçıq skamyanın üstünə qoydu. Qollarını çırmalayıb skamyanı düzəltməyə başladı. Deməli, 3 gün gedir, 4-cü gün getmir və başlayır 4-cü gün neynəməyə? Skamyanı düzəltməyə. Və qəribəsi də bu oldu ki, mismarlar düz getdi. Balta da öz işini neçə illər bundan əvvəlki kimi səliqəli gördü. Çəkic də, rəndə də, kəlbətin də Ələbbas kişinin qupquru, quruyub, qaxaca dönmüş əli nə istədisə onu elədi. Yəni, bazara çıxartmamışdan əvvəl onun əlini kəsmişdi balta, çəkic onun əlini əzmişdi. Amma deyir, 4-cü gün artıq aparmadı bazara və fikirləşdi ki, o oğlanın sözləri də ona təsir etdi. Dedi, özü usta da olsa, onun ürəyi usta deyilmiş, heç elə bir insana alət də vermək istəmirmiş. Ona görə gəldi 4-cü günə yığdı, gəldi oturdu skamyanın üstünə qoydu qapıda, küçə qapısındakı skamyanın üstünə, başladı oraları düzəltməyə. Deyir, iş burasındadır ki, daha bu dəfə nə onun əlini balta əzdi, kəsdi, nə çəkic əzdi, mismar da düz getdi, rəndə də, kəlbətin də, hər biri deyir, Ələbbas kişinin sözünə baxdı. Yəni, hər biri düzgün şəkildə işlədi. Bir saat yarımdan sonra skamya hazır oldu. Ana xanım da, Məsməyə də elə gəldi ki, qaynatları yenə 20-30 il bundan qabaqki usta Ələbbasda. Deməli, ana xanım da, Məsmə də fikir verirlər və onlara elə gəldi ki, qaynataları yenə də 20-30 il bundan əvvəlki həmən usta Ələbbas kişidir. Səhəri günü Ələbbas kişi evin qapı pəncərəsinə əl gəzdirməyə başladı. Sonra həyətin şüşəbəndini səliqəyə saldı. Sonra qonşulara baş çəkdi. Sürahilər təzələndi, pəncərələr, çərçivələr sahmanlandı. Həyətlərin ikinci mərtəbəyə qalxan taxta pləkanları qaydaya düşdü və yavaş-yavaş yay keçib getdi, payız başladı. Deməli, beləcənə yay getdi. Artıq hansı ay gəldi? Payız gəldi. Deməli, payız ayına gəlib çıxıbdı. Ələbbas kişinin isə yenə qolları güclü, hərəkətləri cəld, sərrast idi. Bütün məhəllə və o cümlədən də Ələbbas kişinin oğul uşağı ustanın birdən-birə beləcə cavanlaşmasına məətəl qalmışdılar. Beləcə cavanlaşmasına deyir, məətəl qalmışdılar. Yəni, usta başladı öz alətləri ilə, kimin nə əyrəskiyi var həyətində onu düzəltdi, şüşəbəndləri düzəltdi, köhnə yerləri təzələdi, taxta pləkanları düzəltdi.
Və beləcənə yay başa vurdu, payız başladı və hamı da deməli Əlabbas kişinin belə cavanlaşmasına məətəl qalmışdı. Hamı bu fikirdə idi ki, Əlabbas kişi də bu fikirdə idi ki, Əlabbas kişi də həyətlərindəki xartut kimi yüzü ötəcək. Hamı fikirləşirdi ki, Əlabbas kişidə bu gedişlə, yəni bu kişidə bir motivasiya dolu həyat var da, fikirləşirdilər ki, xartut kimi o da yüzü ötəcək. Balaca xanım hərdən gəlib Əlabbas kişigilin küçələrinin ağzındakı iskamiyada otururdu. Balaca xanım kimdir? Balaca xanım da qonşularıdır. Balaca xanımın ləzzətli söhbətlər edə-edə bərkdən şaqqanaq çəkib gülə-gülə o qədər tum çırtlayırdı ki, bütün səki tum qabığı ilə dolurdu. Deməli, balaca xanım harda gəlib otururdu? Əlabbas kişigilin küçəsinin ağzındakı iskamiyada otururdu. Əlabbas kişinin düzəltdiyi skameykada otururdu. Və balaca xanım da elə ləzzətli söhbətlər edirdi. Bərkdən şaqqanaq çəkirdi və bütün gün də tum çırtlayırdı. Və o tum çırtladığı tum qabıqları da yerlə bir dolu olurdu. Bir dəfə də tərs-tərs bir ona, bir də səkinin üstündəki tum qabıqlarına baxan Əlabbas kişiyə dedi. Deməli, kim deyir Əlabbas kişiyə? Balaca xanım. Balaca xanımın çırtladığı tumlara, onun deməli iskamiyada oturmağına tərs-tərs baxan Əlabbas kişiyə balaca xanım deyir ki, süpürəcəyim, ay Əlabbas dayı deyir, süpürəcəyim deyir, özüm süpürəcəyim deyir buna, ay Əlabbas dayı, süpürəcəyim hamısını. Neyniyim, bizim qapının ağzında bir iskamiya düzəltmirsən də mənim üçün. Əlbəttə balaca xanım söz idi. Deyirdi. Əlbəttə balaca xanım onu bir söz kimi dedi. Fikirləşmirdi ki, Əlabbas kişi ona bir nəsə düzəldər. Və heç veclə gözləmirdi. Əlabbas kişi deyəcək. Neynək? Sizin də qapının ağzında sənin üçün bir iskamiyə düzəldərəm. Balaca xanım elə bir ömrümdə bu cür sidqi ürəkdən sevinməmişdi. Sidqi ürəkdən sevinməmişdi. Yəni, ürəkdən sevinməmişdi də bu dərəcədə. Təmiz qəlblə sevinməmişdi ki, yəni, o əslində elə belə deyir də, elə belədən deyir ki, bir mənim üçün də düzəlt. Neyniyim, bizdə yoxdur, gəlib burada oturub çırtlayıram da, axırda süpürəcəm. Yəni, gözləmirdi ki, Əlabbas kişi bu yaşda desin ki, mən sizin üçün də, sənin üçün də düzəldərəm sizin qapıda. Doğrudan, çox sağ ol ay Əlabbas dayım. Amma eləsini düzəlt ki, heç bir məhəllədə belə iskamiya olmasın. Balaca bir talvarı da olsun, Əlabbas dayı, yayda gün düşməsin üstümüzə. Əlabbas kişi neynək dedi. Talvar da düzəldərəm, taxta lazımdır biraz. Əlabbas kişi səhəri gündən işə başladı. Qəssab Ağa Nəcəfgilin küçə qapısı ağzında iskamiya düzəltdi. Ağa Nəcəfgilin küçə qapısı ağzında iskamiya düzəltdi. Balaca bir talvar üçün taxta dirəklər hazırladı. Onun cəmi bircə günlük işi talvar düzəltmək qalmışdı. Deməli, Ağa Nəcəf də yəqin ki, bu balaca xanımın həyat yoldaşıdır. Çünki deyir onun qapısında, deyir balaca xanıma deyir ki, sənin də qapının ağzında düzəldərəm və deyir səhəri gündən işə başladı. Qəssab Ağa Nəcəfin küçə qapısı ağzında. Ağa Nəcəf kim idi? Qəssab idi. Və onun qapısı ağzında bir iskamiya düzəltdi. Bircə günlük işi qaldı deyir, o da talvar məsələsi. Balaca xanım deyir, axı bir talvar da düzəlt ki, gün düşməsin bizə. Bütün məhəllə bu fikirdəyik ki, bu iskamiya Əlabbas kişinin sonradan sonraki ustalığının şah əsəridir. O qədər deyir, gözəl düzəltmişdi ki, bütün məhəllə fikirləşirdi ki, bu kişinin şah əsəridir. Həmin oktyabr səhəri, oktyabr, görürsünüz, oktyabr ayına təsadüf edir, payız fəslindən. Bakı elə bir tezdən yay qayıtmışdı və 100 yaşlı xartutun həyətdə səpələnmiş xəzəli ilə belə bir isti heç uyuşmurdu. Xartut artıq parçalanıbdı, yaydan qalıb o şəkildə və onun yarpaqları saralıb tökülüb yerə. Deməli, belə bir isti deyir, heç uyuşmurdu. Elə bir isti var idi, deyir, payız fəslində elə bir isti var idi. Çaynikli qazanın üstünə qoyub, çaynikli qazın üstünə qoyub səhər-səhər tabaqçada qənd doğrayan ana xanım şüşəbənddən həyətə baxırdı. Arvadın gözü qaynatasının alətxanasına sataşdı. Sonra kişinin yatdığı evin qapısına tərəf boylandı və necə oldusa birdən-birə ana xanımın ürəyində bir nigarançılıq bürüdü. Əlabbas kişi həmişə bu vaxtlar həyət bacada dolaşırdı. Bir müddət keçdi, kişilər oyandı, uşaqlar tələm-tələsik çay çörəklərini yeməyə başladılar ki, məktəbə gecikməsinlər. Əlabbas kişi həyətə çıxmadı.
Ana xanım çəkinə-çəkinə qaynatasının işə getməyə hazırlaşan Ağa Muxtardan xəbər aldı. Çəkinə-çəkinə deyir, qaynatasını işə getməyə hazırlaşan Ağa Muxtardan xəbər aldı. Ağa Muxtar arvadının gözlərinin içinə baxdı, bir söz demədi və həyətə düşüb atasının yatdığı otağa girdi. Əlabbas kişi gecə yuxuda ikən keçinmişdi. Deməli, gecə yuxuda ikən Əlabbas kişi keçinir. Baxın, bu həyətdə hər şey müşahidə eləyən ana xanım olur. Bunu yadda saxlayın. Yəni, məsmə heç nəyə müşahidə. Məsmə bir dənə harda görsənir? Üçüncü gün kişi alətləri satmağa gedəndə, üçüncü gün yox, dördüncü günü ki, kişi alətləri götürür, gedir skamyanın üstünə qoyur, qapının ağzında başlayır oraları skamyanıza düzəltməyə. Bu vaxt məsmə ilə deməli, ana xanım bir-birinə baxır və baxışları da o deyir ki, bir-birlərinə demirlər. Sadəcə baxışlarla onu demək istəyirlər ki, bu yaşlı vaxtımızda görəcəyi günümüz var da, ağ bir çay vaxtımızda. Yəni, baxın, tut ağacı parçalananda da, Gülağaya söz deyəndə, küftəni bükəndə, plovu bişirəndə, bunların hamısı ana xanım olur və kişinin səhər-səhər həyətə çıxmadığını hiss eləyəndə ana xanım olur ki, kişi bu vaxtda həyətdə olmalıdır və Ağa Muxtara deyir, Ağa Muxtar da gedir və görür ki, gecə ikən, kişi yuxuda ikən gecə keçinibdir. Həmin gün bütün məhəllə gecə yarısına kimi Əlabbas kişigilin həyətinə gəlib getdi. 100 yaşlı xar tutun altında düzülmüş stullarda, kətillərdə oturub bir stəkan çay içdi. Ağa Muxtarla Fətullaya başsağlığı verdilər. Deməli, kişi öldü və tutun altında oturdular. Ağa Muxtarla Fətullaya başsağlığı verdi. Hamı gəlib gedirdi. Çox adamlı o həyət elə bil kişinin getməyinə yetimləşmişdi. Getməyə ilə yetimləşmişdi. Çox adamlı, yəni ailə üzvü çox daxı və kişinin getməyi ilə elə bil həmən həyət yetimləşmişdi. O isti payız günü 100 yaşlı tut ağacı da tək tənha idi. Səhər isə məhəllə görünməmiş bir hadisənin şahidi oldu. Balaca xanımın küçə qapısı ağzındakı skamyanın üstündə çox yaraşıqlı bir talvar var idi. Bütün məhəllə, qəssab Ağa Nəcəf də, ağlamaqdan gözləri qızarmış balaca xanım da, Əlabbas kişinin oğul uşağı da bu işə heyrət edirdilər. Məhəllənin lap balaca uşaqları arasında belə bir inam vardı. Bu işə heyrət edirdilər. Məhəllənin lap balaca uşaqları arasında belə bir inam vardı və ümumiyyətlə məhəllədə belə bir şayiə gəzirdi ki, Əlabbas kişinin çəkic mişarı, rəndə kəlbətini gecə öz-özünə gəlib ustanın yarımçıq qalmış işini qurtarıbdır. Yəni, görürsünüz, axırında əsər abstrakt bir fikirlə bitir. Yəni, bir günlük orada talvar qoymaq qalmışdı. Amma görürsünüz, o gecə ilə o talvar işi necə tamamlanır, onu heç kəs bilmir. Və bu talvar məsələsi tamamlanır və bu da Əlabbas kişinin bir şah əsəri olur. Şah əsəri olur. Və kişi gecə ikən, yuxuda ikən dünyasını dəyişir. Dünyasını dəyişir. Çox gözəl bir əsərdir, maraqlı bir əsərdir, maraqlı bir hekayədir. Görürsünüz ki, çox da ailə üzvləri, yenə deyirəm, yadınızda saxlayırsınız, diqqətli olursunuz. Ağa Muxtarla ana xanım ər-arvaddılar, sonra deməli, Fətullahla Məsmə ər-arvaddılar. Hər ikisi babadır, nənədir, hər ikisi müharibədə olub oğullar, hər ikisi də sağ-salamat qayıdıblar. Gülağa, əsərin əvvəlində gördüyümüz Gülağa Fətullahın nəvəsidir. Fətullah, yəni onun kiçili oğlu idi, kiçik oğlunun nəvəsidir. Fətullah, deməli, sonra burada görürük, qonşuları var, deməli, qonşularından baxırıq ki, qonşularından deməli, qəzetdə olan, qəzet işçisi olanı vardı. Qonşulardan buradan deməli, qəzet işçisi olanı var idi. Əliqulu vardı. Meyranqulunun oğlu Əliqulu. Əliqulu qəzet işçisi idi. Qəzetdə, jurnalda yazırdı. Sonra atası harda işləyirdi? Benzin kalonkada işləyirdi. Satıcı işləyirdi. Amma onun oğlu, baxın, benzin kalonkada satıcı işləyirdi. Amma onun oğlu, Meyranqulunun oğlu Əliqulu isə yazıcı idi və yazırdı. Və onun dediyi sözü heç
heç kəs başa düşmürdü. Düşmürdü. Sonra deməli Alxas bəy vardı, qapı üz qonşuları kim idi? Alxas bəy var idi, qapı üz qonşuları. Sonra tut parçalananda gələn bir deməli Molla Fərzəli var idi. Baxın, tut parçalananda Molla Fərzəli. Molla Fərzəli də gəlir həmişəki kimi öz bir nimçə deməli tutunu götürüb gedir. Və Tubu xanım kim idi? Əl Abbasın arvadı idi və bunların neçə övladı var idi? Tubu xanım ölübdü, yoxdur artıq burada əsərdə. Və bunların neçə övladı var? 6 övladları olur, 2 oğulları, 4 qızı. Bu 4 qız haqqında ümumiyyətlə əsərdə danışılmır və 2 oğlu deməli haqqında danışılır. Sonra baxırıq ki, burada Əl Abbas kişi ilə Ağa Muxtar tutun altında bir-birlərinə baxırlar. İkisi də bir-birlərinə necə tez qocaldığı haqqında fikirləşirlər. Belə bir fikir var sonra. Daha sonra burada nə var idi? Yəni çox maraqlı əsərdir. Diqqətli olursunuz. Əslində Əl Abbas kişi o alətləri satmaq, onların ehtiyacı yox idi. Dolanışıqları yaxşı idi. Aləti satmaqda məqsədi sadəcə o alətləri istəyirdi ki, deməli o alətləri qədri bilən, o alətlərin qədrini bilən bir insana qismət olsun. Pul məqsədi ilə satmaq istəmirdi. Sonra neçə gün gedir? 3 gün gedir bazara. 3-cü günü ondan deməli alətlərlə maraqlanır. 20-24 yaşlı bir 24-25 yaşlı bir gənc və sənin bu alətlərin indi heç kəsə lazım deyil. Artıq deyir elektrik direllər var və bu direlləri deyir cəmaət alıb işlədir və daha sonra getmir. Balaca xanımın da qapısında bir skamya düzəldir. Skamyanın da üstünə talvar düzəldir və talvarın necə düzəldiyini heç kəs bilmir. Burada bir deməli o talvar necə olur, necə düzəlir, o haqda heç kəsin xəbəri olmur. Yəni bunu bir sirri, müəmmalı bir şey kimi görürlər ki, yəni alətlər özləri gəlib gecə ilə düzəldir. Çox maraqlı əsərdir. Diqqətlə dinləyin, qulaq asın və özünüz də oxuyun, qeydlərinizi aparın və oxuyub diqqətlə də mənim oxuduğum bu əsərə qulaq asdıqca təbii ki, biləcəksiniz ki, kimlər də ailə üzvləri və əsəri dolaşdırmayacaqsınız. Bu qədər. Əgər videonu bəyəndinizsə bəyənməyi, kanala abunə olmağı yaddan çıxartmayın. Sağ olun, növbəti videoda görüşərik.